Bakıda mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. Bölgə TV-nin məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkənin yaxınlarının ifadəsindən sonra istintaq sənədləri tədqiq olunub. Daha sonra prokuror çıxışı zamanı təqsirləndirilənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Müşavirədən sonra hökm elan olunaraq Süleyman Cəbiyev qəti olaraq 19 ay azadlıqdan məhrum edilib. O cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, hadisə 2025-ci ilin may ayının 28-i Sabunçu rayonunun Maşdağa qəsəbəsindəki Albalıq yaşayış massivində baş verib. Süleyman Cəbiyev 1950-ci il təvəllüdlü Jalə Əsgərxanovanın yaşadığı evin həyətyanı sahəsinə keçərək yataq otağına daxil olduqdan sonra o ev sahibəsinin boynuna bıçaqla ardıcıl zərbələr yetirib. 75 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha sonra o qadının mənzildəki 450 manatını götürərək hadisə yerini tərk edib. Ona qarşı cinayət məcəlləsinin 120.2.4, 120.2.9, 120.2.11 və 101.3.3 maddələri üzrə cinayət işi açılaraq ittiham irəli sürülüb. Fikrət Qədimli, Bölgə TV.